Salam əziz tələbələr. Bugünkü videomuzda biz doktorantura ingilis dili imtahanının speaking bölməsi haqqında danışmaq istəyərdik. Speaking bölməsi Azərbaycanda yerli imtahanlardan hələ ki yeganə olaraq doktorantura imtahanında yoxlanılır. Gələcəkdə digər magistraturaya qəbul və abituriyent səviyyəsindəki imtahanlarda da speaking bacarıqlarının yoxlanılması böyük ehtimalla nəzərdə tutulur. Doktorantura imtahanında speaking bacarığı yoxlanılan 5 əsas dil bacarığından biridir. Produktiv writing ilə birlikdə produktiv dil bacarıqları siyahısına daxildir. İmtahanda 50 balın 10 balını məhz speaking bölməsindən əldə edirsiniz. Minimal keçid balı 20%, yəni 2 bal təşkil edir. İmtahanı kompüter vasitəsilə verirsiniz. İndi isə real imtahan tapşırıqları üzərindən speaking imtahanının formatı haqqında detallı məlumat verək. Diqqətlə qulaq asın. Deməli, şəkildə gördüyünüz kimi speaking imtahanı 3 əsas hissədən ibarət olur. İmtahanı qeyd etdiyim kimi kompüter vasitəsilə verirsiniz. İmtahanda suallar şəkildəki kimi hamısı birlikdə qarşınıza çıxmır. Bir-bir növbəli şəkildə qarşınıza çıxır və danışırsınız. Belə ki, birinci hissə 3 əsas tapşırıqdan ibarətdir. Birinci tapşırıq şəkil təsviri ilə bağlıdır. Siz verilmiş şəkilə 1 dəqiqə müddət ərzində hazırlaşırsınız. Qeyd aparmaq üçün sizə kağız qələm təqdim olunur. 1 dəqiqə hazırlaşdıqdan sonra danışmaq üçün sizə 1 dəqiqə vaxt verilir və bu 1 dəqiqə ərzində sizin səsiniz qeydə alınır. Daha sonra ikinci və üçüncü suallar ardıcıl şəkildə ekrana çıxır. İkinci və üçüncü suallar yazılı suallardır. Yəni yazılı dedikdə sual forması yazılıdır. Onlara da eyni ilə hazırlaşmaq üçün 1 dəqiqə, danışmaq üçün də 1 dəqiqə vaxt verilir. Bu ikinci və üçüncü suallar adətən mövzu etibarı ilə verilmiş şəkil ilə bağlı olur. Amma təbii ki, hər biri ayrı-ayrı suallardır və hər biri ayrı-ayrılıqda qiymətləndirilir. Onlar da eyni ilə 1 bal üzərindən qiymətləndirilir. Birinci mərhələdə deməli qeyd etdiyim kimi şəkil, ikinci və üçüncü suala hər biri 1 bal üzərindən qiymətləndirilir və birinci mərhələ üzrə ala biləcəyiniz maksimum bal 3 baldır. Daha sonra imtahanın ən vacib tapşırığı olan speakingin ikinci hissəsi part 2 gəlir. Təkcə bu tapşırıqdan siz 5 bal alırsınız. Ümumi speaking bölməsinin 50% balını və ümumi imtahanın 50 balın 5 balını məhz bu tapşırıqdan əldə edə bilərsiniz. Bu nədir? Bu sizə bir mövzu təqdim edilir. Həmin gördüyünüz kimi cədvəlin yuxarı hissəsində bu mövzu qeyd olunur. Və bu mövzu ilə bağlı lehinə və əleyhinə, for and against olmaqla 6 əsas punkt təqdim edilirsə, belə deyək, 6 əsas fikir təqdim olunur. Sizdən tələb edilən bu mövzu ətrafında arqumentlər gətirərək, fikirləri bir-biri ilə qarşılaşdıraraq, balanslaşdırılmış arqument şəklində monoloq tipli bir çıxış etməyiniz tələb olunur. Belə ki, imtahanın müddəti, bu tapşırığa hazırlaşma müddəti 3 dəqiqə təşkil edir. Danışmaq üçün isə sizə 2 dəqiqəlik bir vaxt müddəti verilir.